Mənim evlərin içində ən bəyəndiyim ev. Qiyməti də heç neçəyə. Yeri ideal. Bax, yenə deyirəm, səmimi deyirəm. Mənim bu qədər evlərin içində ən çox bəyəndiyim, özümə belə rəva bildiyim bir ev. Qiymət ideal. Hamını salamlayıram, xanımlar və xanımlar. Bax, evin xoludur. Hamısı istipoldur. Gördünüz? Evin koridoru hamısı istipoldan ibarətdir. Gəlin sizə bir ideal mətbəx göstərim. Mətbəxə bax. Mətbəxin hamısı istipoldur. Pəncərələrə bax, şəbəkə. Bu ev mənim ən bəyəndiyim ev, yenə deyirəm. Bir dənə bunun sanuzelinə baxın, hamısı istipol və bütün aksesuarları məni tərəfdən qoyulacaq. Burada bir dənə böyük kvadrat və vurğulayıram. Evin 4 tərəfi qoşadaşdır, kürsülüdür. Yəni ev çox mükəmməl. Marşruta çox yaxın məsafədə, qiymət idealdır. Yenə deyirəm, bu evi almağa tələsin. Burada isə bir dənə böyük kvadrat yataq otağımız. İndi sizə bir dənə zal göstərəcəm. Evin nə olduğunu, necə olduğunu məndən gözəl anlayacaqsınız. Bir dənə bunun zalına bax. Pəncərəsinə bax, bir dənə zalına. Görürsünüz, mükəmməli. Laminatına qədər bağlı laminat. Bax, ev haqqında sizə məlumat verəcəm, qısa bir məlumat, sonra keçəcəm evə. Evin net qiyməti 47 mindir. Net. Verirsən 47 minə evə sahib olursan. Və onu vurğulayıram siz üçün ki, bu gördüyümüz evi harada? Masazada şok marketin arxasında. Marşruta cəmi cümlətən 100 metr məsafədə. Qaz, işıq, su, kanalizasiya qaydasında. Gəlin gedək sizə evin həyətini görsək. Ev o qədər incə evdir ki, adam danışdıqca ev haqqında doymur, ev həqiqətən. Evin həyəti. Amma deyəcəksiniz ki, maşın saxlamaq olmur. Mən onu da sizə başa salacağım. Bir dənə evi çöldən çək, zəhmət olmasa. Bax, bir dənə çöldən çək, bir dənə evin çöl quruluşuna bax. İdeal. Baxın, ora yoldur. Baba, oradan belə iki evin yoludur. Bax, bir dənə bu evi çək. Bu evlə bu evin yoludur. Yəni, qonşu ilə danışa bilərsən, sənin bura qədər maşın gəlir. Buradan oraya 3 dənə maşın saxlama olur. Burada başqa adam istifadə eləmir bundan. Yenə deyirəm, 47 minə qazı, işığı, suyu, kanalizasiyası olan sənə mükəmməlin dibi bir ev verirəm. Sağ olun, var olun.